Salam. Deməli, bu dərsdə biz baxacağıq SUMIF və SUMIFS funksiyalarına. Çoxumuz bu funksiyalar barəsində məlumatımız var. Bəzilərimiz hətta bunu çox mükəmməl bilirik. Amma yenə də görürsünüz, bəzən suallar araya gəlir və çalışacağıq bütün suallara cavab verək. Biz başlayacağıq demək SUMIF funksiyasından, sonra keçəcəyik SUMIFS funksiyasına və sonra da SUMIFS funksiyasının biraz daha bir qəliz formasına baxacağıq. Təsəvvür edin ki, bizdə burada bu cədvəldə ölkədir, itemdir və qiymətdir. Gəlin bir-bir, misal üçün, bu itemların qiymətini tapaq. Görürsünüz, 8 dənə itemdir və bunlar təkrar olunur. Birinci, bunların qiymətini tapaq. Yəni ki, sadə SUMIF funksiyasıdır. Və burada gördüyünüz kimi birinci bizdən range tələb edir, sonra kriteriya, sonra da sum range. Range nədir? Yəni ki, hansı diapazondan biz bu item 1-ə uyğun olan deməli kriteriyaları götürəcəyik. Deyək ki, bu range olan yerdə biz seçməliyik buranı. Sonra deyir ki, ona uyğun bir kriteriya ver, item 1 və sonra deyir ki, sum range yaz. Sum range də bizdə qiymətlər olan yerdə. Yazdıq və bu da bizim qiymətlərimiz. Deməli, biz indi baxacağıq, burada bizə tələb olunur digər bir məsələ. Biz summaları tapmalıyıq ayrıcana itemlara görə və həmçinin ölkələrə görə. Yəni ki, item 1 EZ ölkəsində elə bir bütün qiymətlərin toplusu nəyə bərabərdir? Burada SUMIFS funksiyası istifadə olunur. Gəlin SUMIFS funksiyasını yazaq. Və gördüyünüz kimi burada birinci gəlir sum range. Bu. Sonra gəlir kriteriya range. Bu. Sonra deyər kriteriya. Sonra isə gəlir növbəti kriteriya range. Yəni ki, biz əlavə bir dənə kriteriya verə bilərik. Əlavə kriteriya range bizdə bu olacaq, ölkələr. Və ikinci kriteriya da bizdə olacaq, bu ölkənin adı. OK, və gördüyünüz kimi 18,56 çıxdı. Sadəcə biz burada bərkitmə verməliyik. Çünki biz bunu sağa da dartacağıq. Ona görə biz bütün diapazonları bərkitməliyik. Onu da bərkidək. Okay. Və bunu da biz yalnız bir tərəfdən bərkitməliyik. Və bunu da digər tərəfdən bərkitməliyik. Və hər birinə tətbiq eləməliyik. Və axırıncısı bizdə gəlir SUMIFS funksiyası. Biraz əlavə bir şərtlə. Təsəvvür edin ki, biz indi bu itemlar üzrə qiymətləri tapmalıyıq. Amma yalnız o şərtlə ki, misal üçün burada item 1-lərin qiymətin toplusu olmalıdır, yalnız onların qiyməti 3-dən çox olduğu halda. Burada yalnız 5-dən çox olduğu halda, buradan yalnız 7-dən çox olduğu halda və s. Biz onu necə eləyəcəyik? Yenə SUMIF funksiyası. Gəlin, onu buradan kopya eləyək bura. Deməli, yenə SUMIFS funksiyasıdır. Düz gördüyünüz kimi bizdə sum range-dir, sonra kriteriya 1-dir, ikinci kriteriyadır, birinci kriteriyadır, sonra kriteriya range 2 gəlir və biz bunu sadəcə dəyişəcəyik. Bizə lazımdır ki, burada kriteriya range 2 ilə yenə qiymətlərin özü bizdə olacaq. Və lazımdır ki, bu 3-dən çox olsun. Adi halda bunun yazılma qaydası belədir. Biz mütləq bunu yazmalıyıq dırnaq içində. 3-dən çox. Bunun yazılma qaydası budur. Və bizə gördüyünüz ki, 43 tam nə qədərsə qaytardı. Amma bu tam düz deyil, çünki biz bunu sonra sağa darta bilməyəcəyik. Yəni ki, bunu bərkidək. Yəni ki, bunu sağa dartsaq, yenə gördüyünüz kimi burada 3 qalır. Bizə lazımdır ki, bu 3 rəqəmi dinamik olsun. Yəni ki, buradan rəqəmləri bizə lazım olduğu kimi götürsün. Bunun yolu isə elədir ki, birincisi, bizdə bu çox işarəsi mütləq dırnaq içində yazılmalıdır, amma xananın adı elə bir ki, adresi dırnaqsız yazılmalıdır. Onu biz necə edə bilərik? Deməli, biz bunu buradan çıxardacağıq. Bu qalacaq bizdə dırnağın içində.
və bir dənə and işarəsi qoyacağıq və bura bir reference verəcəyik. Və bunu da bərkidək. Və salam. Və gördüyünüz kimi bizə bütün hamısının qiymətlərini qaytardı. Bu çox gözəl bir üsuldur. Bunu və çox yerdə sizə kömək edə bilər. Əgər suallarınız olarsa əlavə, zəhmət olmasa kommentlərdə və yaxud mənə şəxsən yaza bilərsiniz. Diqqətinizə görə çox sağ olun.